Salam dostlar. Bu sarı ulduzum gül açıb. Bu bitkinin adını bilmirəm. Ancaq Google'dan axtarıb tapmaq lazımdır. Bu məktəbin yanında bir koludur. Mən bunun gül açan vaxtını gördüm, heyran oldum. Bir iki budağını kəsdim, balaca. Gətirdim evdə, bastırdım torpağa ki, köklənsin. Kökləndi də çox rahatlıqla. İndi bu ikinci ildir artıq. Böyüyüb. Dəmirləri də bastırmışam yanı yörəsindən ki, tülkü bunu sındırmasın. Çünki birini sındırmışdı. Bağda bu dəqiqə 3 dənə əkmişəm. Birini sındırmışdı. O sonra yenə də o inkişaf elədi. Bunun gözəlliyini görürsünüzmü? Əslində bunların çiçəkləri 5 ləçəkdən ibarətdir. Ancaq arada görürsən ki, 6 ləçəklisi də var. O bizdəki yonca məsələsi kimi. Allah basıb aləmi. Maşallah yarpaqlar da əsl yığılmaq vaxtına gəlib çatıb. İndi biraz istidir. Adətən mən yarpağı lap səhər tezdəndən gəlib yığıram ki, gecə ərzində yarpaqlar soyuyur, günəşin təsirindən qızmış. Yarpaqlar soyuyur. Yığıram. Bu şanıdır, ağ şanı. Yarpağı da xüsusidir. Bu keçi boynuzu ağacıdır. Bunu mən keçən il əkmişdim. Bura elə yaxşı idi. Sözün düzü, bu qışki qar yağdı. Qardan qabaq da bir şaxtalı günlər oldu, küləkli şaxtalı. Bütün yarpaqları yandı. Yandı, töküldü. Elə heyfsləndim ki. Ancaq qurban olum Allaha. Altdan pöhrə verib təzədən. Mənə belə gəlir, elə gövdəsində də bəzi yarpaqlar açacaq. İnşallah. Çox sevindim. Vallahi alağı yoluşturmağa, biçməyə çatdırmırıq. Bu Veigeladır. Nəhayət ki, bunun bu növünü tapa bildim. Yarpaqlarının rəngi də qeyri-adi, çiçəkləri də. Burada bir dənə də Veigela var, onu mən sizə göstərmişəm bir neçə dəfə. Bu da artıq hazırlaşır çiçək açmağa. Biri tələsib, biri hələ gecikir. Bütün qönçədir üstü. Bir çiçəyi artıq açıb. Bunlar indi hamısı açanda nə gözəl görüntü olacaq, təsəvvür edirəm. Bu sarı ulduzdan biri də burada var. Bunu tülkü sındırmışdı. Yanından qaçanda çox balaca bir bitki idi. Əkdim, heç sözün düzü fikirləşmədim. Səhərsi gün gəldim, gördüm tülkü sındırıb. Təzədən yan yörəsini dəmir dümürlə bir balaca sığortaladım. İnkişaf elədi. İnkişaf elədi, artıq bu da gül açır. Bu demək olar ki, həmişə yaşıl bitkidir. Ona görə çox xoşum gəlir bundan. Həm də gülləri də gözəldir. Sadəcə arada görsən yarpaqlarını tökür, təzələyir.
Güllerim yavaş yavaş coşur. Bu da yəqin ki bir neçə günə gül açacaq. Bunun da gözəl sarı gülləri var. Xrizantema da özünə yaxşı hiss eləyir. Bu ancaq yıxılan bitkidir. Bunun ətrafına gərək dayaq düzəldim. Elə hey deyirəm, düzəldim, gəlirəm, başım qarışır, yaddan çıxır. Burada da vəziyyət yaxşıdır. Bu da hemen o sarı ulduzdandır. Hemen bitkidir. Bu balacadır. Sözün düzü bunları mən elə 5-6 santimetrlik çubuqla kökləndirdim. Köklənməyə meyilli bitkidir. İlbizlər də ki, inanın, yeri göyü götürüb də, bəlkə trilyon burada ilbiz var, təsəvvür eləyin. Milyon gülməli olar. Hələ işlədiyim ərazidə çalışıram onları yığım. Yığıram vedriyə, duz tökürəm üstünə. Yox, xeyri yoxdur. Ancaq özümə söz vermişəm. Sona qədər mübarizə aparacağım. Görək kim kimə qalib gələcək. Bu gözələ baxın. Cəmsi bir qarışdır boyu, bircə qarış. Artıq gül açıb. Çox gözəl. Ümumiyyətlə, qızıl güllər çox davamlı bitkidirlər. Çox. Bir dənə suları oldu, qutardı. Su ki, sunan ki, təmin edirsən onları, qışacan gül açırlar. Maşallah. Bircə qarışdı boyu. Bir günəş istəyir, bir də su. Burada da gönçə var. Bir neçə gönçəsi var burada. Bitkinin. Bu da kannalar. Biraz su değən kimi onlara çıxdılar yerin altından. Bu kannadan biraz şübhəliydim. Ancaq o da çıxıb. Çox geç çıxdı torpağın altından, ancaq çıxdı. Elə bilirdim ki, məhv olub. Çox gözəl, çox sevindim. Ancaq burada deyəsən xəstəlik düşüb butonlara. Biraz dərmanlayım gərək bunları. Xəstəlik düşüb. Təəssüf, dərmanlamaq lazımdır. Bu ağac mənə bu il armud verəcək. İnşallah.
Bunlar da alma. Görüşərik dostlar.